Ben biraz əvvəl dedim ki, rəqəm söyləməkdə çətinlik çəkirəm. Çünki həbslərin sayı artır. Bugün artıq Türkiyədə həbs olunanların sayı 1900'ü aşıb. Yəni gördüyünüz kimi hər gün yeni yüzlərlə etirazçının həbsə atılmasından söhbət gedir və bu gün həm də daha bir jurnalist həbs olunub. Bu BBC-nin İstanbul etirazlarını işıqlandıran jurnalistidir. Həqiqətən də BBC möhtəşəm işləyirdi bu günlərdə və işləyir də. Mən bilmirəm digər müxbirlər onlar da çıxarılacaqmı yoxsa artıq çıxarılıbmı. Amma Mark Lowen o hadisə yerindən reportajlar edirdi. Bilmirəm, bəlkə bir hissəni bir yerdə baxaq. Türkiyədə 10 ildən artıq bir zamanda ən böyük etirazlardı. Onlar İstanbulun meri Ekrem İmamoğlu'nun həbsdən azad edilməsini istəyirlər. Onlar hesab edirlər ki, o sadəcə olaraq siyasi rəqib olduğu üçün həbsə atılıb. Və onlar hesab edirlər ki, bu prezident Cumhurbaşkanının avtoritar idarəçiliğini daha da gücləndirmişdir və ona görə İmamoğlu indi bugün həbsxanadadır, Erdoğan isə hakimiyyətdədir. Bax, bu jurnalistdir dostlar. Bu jurnalist bugün artıq tutuldu, saxlanıldı və daha sonra isə Türkiyədən deportasiya olundu. Yəni bu həqiqətən bir rüsvaçılıqdır və bilirsinizmi? O deyir, özünü biabır etmək, yəni özünü rüsva etməkdən, yəni bu tanınmış bir jurnalistdir. Bu bütün demək olar ki, hotspots, o qaynar nöqtələrə gedir, işıqlandırır. Bu onun işidir, bu onun vəzifəsidir. Və mən əminəm ki, bunun elə deportasiya olunması özü bir storydir, özü bir hekayədir. Bəlkə o bioqrafiyasını yazacaq, memuarlarını yazacaq. Əminəm ki, BBC onun ümumiyyətlə deportasiyasını bir hekayəyə çevirib. Bilirsinizmi, bu onu göstərir ki, yəni rejimlərin gözünü qan tutur. Yəni onlar artıq, çünki sən bir soyuq başla düşünəndə götür-qoy etməlisən ki, mən bunu həbs etsəm, mən bunu öldürsəm, mən buna əziyyət versəm, bu axı mənim bumerang ki, mənim üstümə qayıdacaq. Biz artıq həqiqətən də gözümüz qarşısında onsuz da avtoritar olan Erdoğanın daha da necə avtoritarlaşdığını görürük. Yəni adam dəli olur ki, nə üçün mən bu etirazların qarşısını ala bilmirəm, nə üçün dünya görür. O deyir, güzgüyə baxırsan, güzgünü sındırmaq məsələsi ki, nə üçün dünya görməlidir bugün Türkiyədə baş verən biabırçılıq və rüsvaçılıqlar ki, sən necə dinc etirazçıları həbsə atırsan. Həmin bu müxbirlərin, jurnalistlərin həbsi bunun göstəricisidir ki, hakimiyyət, yəni Türk hakimiyyəti hal-hazırda istəmir ki, bu hadisələr daha geniş vüsət alsın, daha çox insanlar. Çünki bilirsiniz, bu kütlə psixologiyası izləyicilər belədir ki, əgər sən bugün evdə otura-otura görsən ki, yasamalda 1000 nəfər adam yığışıb etiraz eləyir, onu çəkirlər, göstərirlər, polis müdaxilə eləməyi çəkinir, niyə ki, bütün media oradadır, bütün dünya gözü oradadır, sən də öyrəylənib qoşulacaqsan. Bugün Azərbaycanda niyə, misal tərtər işinə görə biz aksiyalar keçirdik, niyə yüzlərlə adam gəlirdi, niyə 5000 adam gəlmirdi? Yəni tərtər işindən daha faciəli, daha fəci, daha bir vahiməli bir iş baş verməyib Azərbaycanda. Niyə 10 minlər tökülmürdü küçəyə? Çünki sizin hər birinizin zehnini qorxu barmaqlıqları arasında, yəni qorxu zindanında saxlamağı bacarır bu hakimiyyət. Yəni etiraf eləyək. Etiraf eləmək əslində bizə güc verəcək ki, sabah bu qorxunu biz aşaq, bu divarları, bu barmaqlıqları biz aşa bilək. Və bugün Erdoğan hakimiyyəti də eyni bu səhvləri təkrar eləyir. Jurnalist Mark Lowen həm də 17 saat saxlanılıb həbsxanada. Daha sonra deport olunub. Yəni bu bir rüsvaçılıqdır, bilirsiniz. O 17 saatın içərisində nə baş verib, o dinləmələrdə nə ifadə alıblar ondan, nələrini götürüblər və s. Bunları bizim də öyrənəcəyik.